Bir daha salam, period mövzusuna davam edirik. Period formasının bu əsas növləri idi. Burada bir dənə bizdə qalıb forma mürəkkəb period. Bunu da ən sonda izah edəcəm. Bunlardan əlavə period formasında normadan kənar hallar var. Buna rastlamaq olar. Misal üçün nələrdir? Bu ikisinə baxmışıq biz əslində. Bir təkrar eləyək, yadınıza salım. Birincisi, orta kadensiya əsas tonallığın dominanta əvəzinə tonikada və qeyri-mükəmməl kadans. Yəni necə? Tersiya və ya kvinta, deyək ki, do majorda, do, mi, sol. Burada do yox, ya mi ya da sol melodik vəziyyətdə ən yuxarı halda olur. Qeyri-mükəmməl kadans. Xanənin zəif payında olur. Bax, həm tersiya və ya kvintanın melodik vəziyyətdə olmağı, həm də xanənin zəif payında olması qeyri-mükəmməl kadans göstəricisidir. Əsas tonallıq dominanta əvəzinə tonikada və qeyri-mükəmməl kadans şəklində bitir. Orta kadensiyada amma. Son kadensiyada deyil, ortada. Buna ki biz baxmışdıq bu preludə. Lə majorda da əsər düzdürmü? Lə majorda burada kadensiyamız tonikada bitir. Amma qeyri-kamildir. Qeyri-mükəmməldir daha doğrusu. İkinci normadan kənar hal necə olur? İkinci cümlə paralel tonallıqda və ya subdominant tonallıqda başlayır. Subdominant yerində ikinci pərdə tonallığı da ola bilər. Dördüncü pərdədən deyil, ikinci pərdədə də davam edə bilər. Bu Chopin üçün xarakterikdir. Bu iki hala baxmışdıq biz. Qalıb 3 dənəsi. Genişlənmə, əlavə və ixtisar. Əslində qalsa bu üçü qeyri-kvadrat quruluşlu periodların əmələ gəlməsinə. Mən qeyri-kvadrat quruluşlu periodları sizə göstərmişdim. Və yadınızdadırsa demişdik ki, əslində klassik period forması kvadrat quruluşlu olur. Sistemini sizə göstərmişdim. Bax, bu klassik period formasıdır. Kvadratlıdır. Adətən kvadratlı olur. Amma qeyri-kvadratlı olmasına səbəb olan bu üçüdür. Genişlənmə, əlavə, ixtisar. Bu dərsimizdə biz bu üçünü öyrənəcəyik. Bu üçündən mən əlavəni birinci izah eləmək istəyirəm. Bunu qaldırım yuxarı. Əvvəl əlavəyə baxaq, sonra genişlənmə, ixtisara baxarıq. Nədir əlavə? Periodda əlavə kadensiyadan sonra, yəni fikir tamamlanandan sonra verilən bir uzatmadır. Tamamlayıcı quruluşdur. Bir daha deyirəm, fikir bitir, bitəndən sonra onun bir növ quyruğu əmələ gəlir. Bax, o quyruğa biz əlavə deyəcəyik. Adətən tam kamil kadensiyadan sonra verilir. Amma bəzi hallarda dominantada, yarım kadensiyalarda da mümkündür. Bu nəyə görədir? Ya tam kadensiyanı möhkəmləndirmək üçündür, o niyyətlə verilir. Ya da yarım kadensiyaları möhkəmləndirmək niyyəti ilə verilir. Bu əlavələr necə ola bilər? Əsas quruluşun, yəni cümlənin hansısa motivinin materialı əsasında ola bilər. Onun təkrarlığından, sekvensiyasına və yaxud variant variasyonları ilə mümkün ola bilər. Və yaxud da tamamilə yeni bir materiala əsaslana bilər. Əlavələr bəzən çox uzun olur, yəni geniş olur. Bəzən. Bu Beethoven-də adətən xarakterikdir. Ümumiyyətlə Beethoven-də kodalar da çox uzun olur. Biz sonatalara baxanda göstərəcəm orada sizə. Beethoven kodaları istər sonatalarda, simfoniyalarda olsun, kodaları onun çox geniş olur. Həmçinin periodlarındakı əlavələr də geniş olur. Geniş olmaya da bilər başqa bəstəkarda, başqa əsərdə çox qısa ola bilər. Bir xanə də olar, 2 xanə də olar, 52 xanə də ola bilər və s. Uzun sözün qısası əlavə odur ki, fikir bitəndən sonra, kadensiya bitəndən sonra o kadensiyanı möhkəmləndirmək üçün onun bir uzatması olur, əlavəsi olur. Və adətən tonik kadensiyalardan sonra olur, yəni tam kadensiyalarda olur. Sizə nümunə göstərim, ən yaxşısı nümunələr üzərində fikrimi izah edim. Sonata 5 yazmışam, üzr istəyirəm. Əvvəlki nümunələrdə də deyəsən bu belə olub, amma 8-dir bu. Patetik sonatanın 3-cü hissəsidir, rondo. Nəzərimdən qaçıb. Keçən dərslərimizdə baxmışdıq biz buna. Təkrar quruluşlu olmayan period növlərində mən bunu sizə göstərmişdim. Diqqət edirsə, birinci cümlə və ikinci cümlə materialları fərqlidir. Bəs kvadrat quruluşludur mu? Yox. İndi niyə yox? Ona baxaq. Burada periodumuz tamamlanır. Birinci cümlə və ikinci cümlə. Period tamamlanır, düzdür. Amma baxın, indi davamına qulaq asacağıq. Davamında nə var? Bu ikinci cümlənin motivləri, yəni bunun materialı əsasında, ikinci cümlə əsasında burada bir əlavə var. Period bitib, fikir tamamlanıb, amma onun bir əlavəsi var. Təzədən, yəni yeni material da deyil. Deyək ki, burada yeni bir period əmələ gəlib. Birinci period bitir, ikinci period başlayır. Açıq-aşkar göstərir ki, indi qulaq asacağımız davam, yəni periodun davamı, bu periodun materialı əsasına qurulub, yəni onun əlavəsidir. Qulaq asaq davamına. Diqqət etdirsə, bu davam, elə istəyirsiniz ikinci cümlədən qulaq asaq.
Bitdi. Əlavə. Burada bitməyi yetərli olardı. Bəstəkar istəsəydi burada bitirə bilərdi, amma bitirmir. Davam edir. Hətta burada da bitirə bilərdi, amma burada da bitirmir. Biraz daha uzadır. 2 qat əlavə var burada. Və nəhayət tam olaraq burada bitir. Və siz bu əsərə qulaq assaz, bunun davamında yeni bir material başlayır. Oradan bəlli olur ki, ikinci period davam edir. Artıq perioddumu hər nədirsə. Bura qədər hamısı bir perioddur. Birinci cümləmiz 1, 2, 3, 4 xanədir, amma ikinci cümləmiz baxaq 1, 2, 3, 4, 5, 13 xanə çəkir. 4 xanə və 13 xanə. 17 xanəlik bir period. 16 xanəlik olsaydı biz buna kvadrat quruluşlu deyərdikmi? Deyə bilməzdik, çünki birinci cümlə qısadır, ikinci cümlə uzundur. Cümlələr eyni olmalıdır. Çox da ki 16 xanədir, bizim şərtlərimizin birini qarşılayır. Amma o bir şərtimizi qarşılamır. Beethovenin 3-cü sonatasına baxaq. Burada da əlavə var. Qulaq asaq əvvəl. Birinci hissədir. Sezuramız var. Bir baxaq əvvəlki dərslərdən bizə nə tanış gəlir? Periodluluq var. Çünki 1 və 2 ritmik eynilik var, təkrarlıq var. Burada həmçinin elə burada da var. Bu birinci frazamız, bu ikinci frazamız, üçüncü fraza və dördüncü fraza. Davamına baxsaq, 5-ci fraza, 6-cı fraza. 6 frazadan ibarət 2 cümləli perioddur. Əlavəmiz, bax bu aşağıda gördüyümüz sətr əlavədir. Çünki do majordadır əsər. Bax burada do majora gəlir. Tonikaya vurur. Tonikaya çatır daha doğrusu. Burada da tonikadadır. Kadensiya tonika ilə bitir. Do ən yuxarıda və do ən aşağıda. Tonikamız ən yuxarıda, ən aşağıda. Bu tam kamil kadensiyadırmı? Yox. Niyə görə? Çünki xanənin qüvvətli payında deyil, zəif payındadır. Ona görə baxmayaraq ki, tonikamız ən yuxarıda və ən aşağıdadır, basda və sopranoda, melodiyada, amma zəif paya düşür. Ona görə tam kamil kadensiya deyil. Elə maraqlıdır ki, buranın özü də do yuxarıda deyil. Belə bitsəydi tam kamil kadans olardı. Do'nu yuxarıda niyə vermir? Tonikada bitsə də burada nə görürük? Əlavəsi var bunun. Əlavəsində ən sonda do ən aşağıda, do ən yuxarıda. Gəlir tam kamil vəziyyətə əlavənin sonunda çatır. Amma bəstəkar istəsəydi, bax burada periodu bitirə bilərdi. Belə qulaq asaq. Burada tam kamil kadansla bitirmir, ona görə ki, quyruq verir. Bir açıq qapı buraxır əlavə üçün. Şərait yaradır burada. Ümid edirəm əlavə nədir, aydın oldu sizə. Qısaca deyim, period bitir, amma bitməyinə rəğmən onun bir uzantısı olur, quyruğu olur. Bax bu əlavədir. Biri də var genişlənmə. Genişlənmə nədir? Genişlənmə də əlavəyə oxşuyur. Fərq nədir? Əlavədə tonika vurulurdu, fikir bitirdi, ondan sonra bir uzantı başlayırdı. Amma genişlənmədə tonikaya çatma mərhələsi uzadılır, biraz geciktirilir. Adətən ikinci cümlənin daxilən, bax daxilən artması. Əlavə sonluqda olur, amma genişlənmə daxildə olur, sona çatmamış olur. Tonikaya çatmamış, kadensiya tamamlanmamış, periodun daxilində tamamlayıcı xarakterli əlavə fraza verilə bilər və yaxud motiv verilə bilər, frazalar verilə bilər. Bu bəzən sekvensiyalı təkrar vasitəsilə və yaxud dəyişkən təkrarlıq, yəni variant və yaxud variasyonluqla bu şəkildə təkrar vasitəsilə verilə bilər. Başqa genişlənmə haqqında bir neçə cümlədə yenə desəm nəzərə olaraq, orta kadensiyaya qədər də ola bilər genişlənmə. Tam, yəni bitişdəki ən son kadensiyaya qədər də ola bilər genişlənmə. Yəni birinci kadensiyada geciktirilə bilər, ikinci kadensiyada geciktirilə bilər. Əgər period deyək ki, 4 cümləlidirsə, ola bilsin, ikinci cümlənin ortasında genişlənmə ola bilər, 3 də ola bilər, 1-in özündə də ola bilər, amma çox nadirən olur belə şeylər. 4-də də baş verə bilər.
Amma adətən çox vaxt ikinci cümləsində olur. Sizə o nadir olan hansı ki siz az rastlayacaqsınız, mən onu sizə hazır göstərim. Birinci cümlədə olan genişlənməni göstərim sizə. Schubertin sonatası Opus 147, 4-cü hissə. Si majordadır. Qulaq asaq. Cümləni ayırd eləmək bəlkə sizə çətin gələ bilər. Görsəl olaraq biraz çətinlik yarada bilər. Burada legatolar bizə hərsənd ki, onlar da kömək edir. Bax, burada bitir, açıq aydın. Həmçinin burada da legato yoxdur. Burada da bir bitiş var. Yəni buranın sezurası biraz gözlə görülən, baxar-baxmaz hiss olunan sezura deyil. Bu əsərə baxın, burada təkrarlıq açıq aydın görsənilir. Legatolar əməlli başlı insana kömək edir. 3 dənə akord, 3 akord, 3 akord, 3 akord bölünmə aydın hiss olunur. Həmçinin biz bayaq bir nümunəyə baxmışdıq. Məsələn bu aradakı pauzalar, susqunluqlar, səssizliklər bizə sezuraları, yəni bu bir sezuradır, bizə kömək eləyir, bölünmələri göstərir rahat. Burada isə kadensiyalar bizə kömək eləyir. Fikrin bitdiyi hissələri biz tapa bilirik. Bir dənə qulaq asaq. Bir bitkinlik var. Amma buna rəğmən burada bir genişlənmə var. Gəlir, kadensiyamız burada bitir. Və ən sonda nəhayət gəlir, fikir burada bitir. İkinci cümləyə baxaq. Tam kamil kadans, mükəmməl kadans. Burada bitir. Özündən əvvəldə nə var? Dominanta var. Avtentik. Genişlənmə neyinir? İnkişafa, əsərin inkişafına, periodun inkişafına dinamik effekt yaradır. Yəni musiqi fikrinin inkişafına gətirib çıxardır. Mendelssohndan bir əsərə baxaq. Sözsüz mahnılardan 6 nömrəli. Birinci cümlənin burada bitdiyini hamımız hiss elədik. Bunu saymırıq. 1, 2, 3. Bu da girişdir bu heç. 4 cümlə. Bu giriş hissələrə diqqət edin. Gələn dərs bundan danışacağım. 4 xanə birinci cümlədir. Və 1, 2, 3. 4 xanə deyil, bax, ikinci cümlə olub 6 xanə. Bu nədir? Qeyri-kvadrat quruluşlu period. 4 cümlə və 6 cümlə. Yaxşı, bunu da əlavə eləsək 5 cümlə və 6 cümlə. Burada bir genişlənmə var. Demək, sol minordadır və tonika da burada bitir, sol. Birinci kadensiyamız, birinci cümləmiz burada bitdi. İkinci cümləmiz gəlir. 1, 2, 3, bax. Bunun sonunda bitə bilərdi. Periodumuz əslində bitməliydi, əgər kvadrat quruluşu olsaydı. Amma bitmir, bəstəkar uzadır, gətirir, burada bitir. Hətta modulyasiyalıdır, baxın, modulyasyon var. Sol minorda başlayır, amma mi bemol burada iptal olur və do diyezdə gəlir, re minorda bitir. Modulyasiyalıdır, qeyri-kvadrat quruluşludur, təkrar quruluşludur eyni zamanda. Melodiya demək olar ki, eyni başlayır ikinci cümlədə. Birincinin çox oxşarıdır. Hətta müəyyən yerə qədər eynisidir. Bu qədəri eynidir. Qeyri-kvadrat quruluşludur, çünki genişlənmə var. Siz qeyri-kvadrat quruluşlunu deyəndə orada səbəbini göstərməlisiniz. İxtisar mı var, əlavə mi var, yoxsa genişlənmə mi var? Əlavənin nə olduğunu öyrəndik. Genişlənmənin nə olduğunu göstərirəm. Əlavə necə olurdu? Period bitirdi, tonikaya dəyirdi, amma ondan sonra uzantısı olurdu, onun quyruğu olurdu. Burada necə olur? Bax, burada tonikanın bitməyi, yəni fikrin tamamlanmağı gecikdirilir. Birinci cümlə 4 xanə çəkmişkən 4 xanə çəkib baxın. Amma ikinci cümlə uzanır, gəlir 6 xanədə tamamlanır. 6-cıda. Bax, genişlənmə budur. Və modulyasiyalı. Modulyasiyonlu açıq tipli, yəni bir perioddur. Başqa bir nümunəyə də baxaq. Son olaraq. Çaykovski, ilin fəsillərindən iyun. Qulaq asaq.
birinci cümləmiz bitir burada. 4 xanə deyək. 4 xanə birinci cümlə çəkir. İkinci cümləmiz 6 xanə çəkir. Burada sekvensiyalar görürük. Yəni periodluq. 2 dənə sekvensiya var. Periodluqlar və cəmlənmə var. Genişlənmə baş verir. Bu genişlənmə birinci cümlənin materialından götürülüb. Biz nələr saymışdıq genişlənməyə səbəb olaraq? Ya demişdik, hər hansı bir motivin sekvensiya şəklində təkrar ola bilər və yaxud onun variantı ola bilər, variasiyası ola bilər, şəkil dəyişmiş ola və yaxud eyni dəqiq təkrar ola bilər. Burada biz sekvensiyalı vəziyyət görürük. Bax, bu motiv düşür, ton aşağı düşür. Ton dediyim burada bir ton düşür, burada yarım ton düşür. Sekvensiyalı hərəkət var. Gelişi var. Periodların növlərinə baxsaq, bu period həm sadə perioddur, 2 cümlədən ibarətdir, həm təkrar quruluşludur. İkinci cümlə birinci cümlənin material əsasına qurulub. Həmçinin qeyri-kvadrat quruluşludur, çünki genişlənmə var. Sol minorda başlayır, sol minorda da bitir. Qapalı quruluşdadır. Yəni bir tonallıdır. Başladığı tonalda bitir. Bura qədər bir fraza, davamı ikinci fraza. Köhnə dərsləri təkrarlayırıq. Bir fraza, 2 fraza, 3 fraza və s. Ümid edirəm genişlənmə nədir, onu da öyrəndik. Son olaraq bir daha deyim, əlavə period bitəndən sonra baş verir. Tonikaya toxunuruq, tam kadensiya verilir, ondan sonra əlavə gəlir bir quyruq kimi, koda kimi, necə deyim. Amma genişlənmədə tonikaya bitiş, yəni bu son fikrin deyilməyinə bitiş uzadılır. Uzadıldığı üçün də qeyri-kvadrat quruluş əmələ gəlir və bunun tərsi isə ixtisardır. İndi ixtisar nədir, ona baxaq. Genişlənmənin tərsi ixtisarlaşmadır. İxtisar haqqında sizə məlumat verin. Periodun ixtisarı cümlənin daxilən azalmasıdır. Ya xanənin biri düşür, itir, ya da bir neçə xanənin buraxılması olur. Cümlə daxilən qısalır, azalır. Yəni ya bir xanə, ya da bir neçə xanə buraxılır orada, kəsilir. Yəni nə əmələ gəlir? Qeyri-kvadratlı quruluş yenə burada əmələ gəlir. Çünki bir cümlə o birisindən qısa olur. Bu əsərə bir də qaydaq, bax, burada qısalma var. Harada ki qeyri-kvadrat quruluş var, orada deməli ya əlavə var, ya genişlənmə var, ya da ixtisar var. Qısalma, yəni ixtisar eyni şeydir. İkinci cümlə burada qısa halda verilir. Birinci cümlə uzundur, amma ikinci cümlə 4 xanədir. 5 xanə və 4 xanə. Raxmanov do diez minor prelüdü. Əvvəl qulaq asaq, sonra nə var nə yox, ona baxaq. Gözəl əsərdir. Burada nə gördük? Bax, hiss elədiyimiz oldu ki, ikinci cümlə buradan başlayır. Birinci cümləmiz 8 xanə davam elədi. İkinci cümləmiz isə siqnalla bərabər 8 xanə. İkinci cümləmiz 7 xanə. Siqnal demişkən, gördüyümüz bu 3 not eyni zamanda intonasyondur. Diqqət edirsinizsə, bunlar həmçinin aşağıda da var. Aşağıda davam edir bunlar, hər yerdə var. İntonasyonumuz hər yerdə keçir. Gizli şəkildə deyək, yoxsa səs altı deyək, arxa fonda deyək, necə istəyirsiniz. Davamlı gedir. İstəyirsiniz üstdəki səsləri silim, sadəcə intonasyonumuz qalsın.
Belə. Bax, bu davam edir, davam edir, davam edir. Əsər bitənə qədər davam edir. Bir də belə elədim. İntonasyonumuzu forte-də saxladım. Geri qalan səslərimizi piano-pianissimada. Qulaq asaq. Burada cəmlənmə var, bilirsiniz. Belə. Bunlar təkrarlanan motivlərdir. Həmçinin bax bu. 2 dənə təkrarlanan motivlər var. Onlara leitmotiv deyəcəyik. İntonasyon kimi baxa bilərikmi? Baxa bilərik. Çünki əsər boyu keçir, həmçinin bax bu cəmlənmədə həmin materialdan istifadə olunub. Amma əsas intonasyonumuz budur. Başqa nələri var? 1 fraza, 2 fraza, 3, 4. Burada həmçinin periodluq var. Yəni təkrar quruluşlar var. Burada da var. Və burada cəmlənmə var. Cəmlənmə. 2 periodun, 2 xanənin daha doğrusu toplamı qədər burada cəmlənmə görürük. Birinci cümlə bitir, ikinci cümlə təkrar quruluşludur. Çünki ikinci xanəmiz birinci kimi başlayır. Qeyri-kvadrat quruluşludur təbii olaraq, çünki ixtisarlaşma var. İkinci cümləmiz qısadır. Birinci cümləmiz daha uzundur. Bu siqnalı nəzərə almasaq əgər, birinci cümləmiz olar 6 xanəlik, ikinci cümləmizdə olar 7 xanə, çünki son var, sonluq var. Bu sonluğu niyə önəmsiyirik? Çünki bu kadensiyadır. Ən önəmli demək olar ki, budur, nöqtədir bu. Nöqtəni saymasaq olmur. İstənilən halda qeyri-kvadrat quruluşları. Bir nümunəmiz də var, ixtisarlaşma ilə bağlı, buna qulaq asaq. Təkrarlıq baxar-baxmaz görsənir. İkinci cümlə buradan başlayır, burada bitir. Və 7 xanədir. Birinci cümləmiz 8 xanədir. 8 xanə və 7 xanə. Biz burada ikinci cümləmizin ixtisarlaşdığını hiss edirik. O harda baş verir? Birinci xanə qalır, ikinci xanə qalır, 3-də qalır, 4-də qalır. Bax, bu xanəmiz burada yoxdur. Bu 3 var, amma bu xanəmiz yoxdur. Bunu ikinci cümlədən kəsib bəsliklər. Təkrar quruluşlu perioddur, qeyri-kvadratdır. Tonalına baxaq görək. Lə major, lə major. Qapalıdır, bir tonallıdır. Eyni tonalda bitib. Və sadə perioddur. 2 cümlədən ibarətdir. İndi sizə birinci cümlənin ixtisarını göstərəcəm. Birinci cümlədə də ixtisarlı olur, qısaldırma baş verir. Qulaq asaq buna. Schubertin sonatası. İkinci hissə. Sezuramız bizə göz vurur, boşluq var, yəni fasilə var, bölünmə var. Burası bizim birinci cümləmiz. Həmçinin təkrar quruluş var, baxın.
Bu xanə ilə bu xanə demək olar eynidir. Demək olar ki, yox, elə eynidir. Sol adı həmçinin eynidir. Və burada bizim dediyim kimi sezoramız var, pauzamız var. Bu nə deməkdir? İkinci cümləmiz burada başlayır. Birinci cümlə neçə xanədir? 3, 4, 5, 6, 7 xanədir. İkinci cümləmiz 8 xanədir. 7 xanə və 8 xanə. Deməli nə olub? Birinci cümləmiz qısalıb. Sadə perioddur, təkrar quruluşludur. Re majorda başlayır, re majorda bitir. Bir tanavlıdır, qapalıdır yəni. Qeyri-kvadrat quruluşludur, çünki birinci cümlədə ixtisarlaşma var. Kadensiyalara baxırıq. Burada kadensiya bitir, burada kadensiya bitir. İkinci cümlə normal qaydada gedir. 4 xanə, 4 xanə. Amma birinci burada tez gəlir. Kadensiyası tez gəlir. Musiqi qrammatikasında normadan kənar adlandırılan bu hallardan əlavə, bu 5 haldan əlavə periodlarda bir giriş quruluşları olur, bir də tamamlayıcı quruluşları olur. Bir sonraki dərsimizdə də bunu öyrənək. Sonraki dərsimizlə davam edirik.